60-dan çox ölkədən 2000-ə yaxın iştirakçının təmsil olduğu 4-cü İpək Yolu forumunda regional və qlobal ticarət, əlaqəni effektiv müəyyən edən amillər araşdırılır. Son illər Şərq-Qərb ticarətinin formalaşan yeni arxitekturası orta dəhlizə olan tələbatı artırıb ki, Azərbaycan bu platformada mühüm rola malikdir. Azərbaycanın ölkə və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı əlaqəni yaratmaq üçün irəli sürdüyü təşəbbüslər və təqdim etdiyi layihələr yerləşdiyimiz bölgə ilə yanaşı uzaq coğrafiyada böyük fayda gətirir. Bu baxımdan ölkəmizin təşviq etdiyi orta dəhlizin əhəmiyyəti və bu layihəyə qoşulmaq istəyən tərəfdaş ölkələrin sayı artır. Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərə də bura əlavə etsək, Azərbaycanın nəqliyyat kommunikasiya sahəsində hədəfləri olduqca böyükdür. Forumda çıxış edən Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəsinin Azərbaycanla birgə reallaşdırdığı layihələrin, xüsusilə də Qara dənizin dibi ilə bərpa olunan enerjini Avropaya nəql edəcək layihənin mühüm əhəmiyyətini qeyd etdi. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının bütövlükdə bölgənin inkişafına töhfə verəcəyini dedi. Azərbaycanın baş naziri Əli Əsədov isə son 20 ildə ölkəmizin yenilənən nəqliyyat infrastrukturundan danışaraq bildirdi ki, orta dəhlizin səmərəliliyinin artırılması üçün görülən işlər nəticəsində istər qiymət, istər sürət, istərsə də keyfiyyət parametrləri üzrə qısa zamanda mühüm nəticələr gözlənilir. Məsələn, Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərəcədə azaldılıb. Növbəti ildə hədəf bu müddəti 2 dəfəyədək azaltmaqdır. Yaxın perspektivdə bu dəhliz dünya miqyasında ən təhlükəsiz və operativ dəhlizlərdən birinə çevrilə biləcək. Orta dəhlizin potensialı dəmir yolları ilə yanaşı, limanların yük aşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etdiyim beynəlxalq nəqliyyat dəhlizinin mühüm halqasıdır. Hazırda limanın yük aşırma qabiliyyəti ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal işlər aparılır. Bugün Azərbaycan Xəzər dənizində ən böyük donanmaya sahibdir. Bu, ölkələrimizin qitələrarası daşımalarda mühüm tranzit halqaları kimi rolunu daha da artırır. Bununla yanaşı regionda yaranmış yeni reallıqlar bölgədə çoxtərəfli əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə çıxmasına imkan verir və bütün region ölkələrinə iqtisadi və ticari dividendlər gətirəcək. Əli Əsədov əlavə etdi ki, Azərbaycan 2-ci Qarabağ müharibəsindən dərhal sonra Ermənistanla sülh müqaviləsinin imzalanmasına dair bəyan etdiyi mövqeyində qalır. Azərbaycan 2-ci Qarabağ müharibəsindən 44 günlük müharibədən sonra dərhal sülh müqaviləsi ilə əlaqədə öz mövqeyini bildirmişdi. Keçən ayda aparılan antiterror tədbirləri nəticəsindən sonra da biz sülh müqaviləsinin bağlanması pozisiyasında eyni dərəcədə qalırıq. Nəqliyyatla əlaqədə Azərbaycan 2020-ci ilin 9-10 noyabrında imzalanmış bəyanata əsasən kommunikasiyaların açılması istiqamətində uzun müddət bu məsələlərin üzərində çalışmış, öz mövqeyini bildirmişdi. Biz kommunikasiyaların açılmasını istəyirik, ancaq bu tək bizdən asılı deyil. Qarşı tərəf istəyən halda biz buna hazırıq. Forum panel iclaslarla davam edir. İpək yolunun inkişafına töhfə verəcək iqtisadi, enerji, nəqliyyat, tranzit və digər sahələrdə regional əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılır. Baş nazir Əli Əsədov Tbilisiyə işgüzar səfəri çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə də görüşüb. Görüşdə iki ölkə arasında dövlətlərarası əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Prezident İlham Əliyevin və baş nazir İrakli Qaribaşvilinin birgə səyləri nəticəsində strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli xarakter aldığı bildirildi. Südabə Cahangirli, Şah İsmail Şəmmədoğlu, Vüqar Həsənov, Elnur Vəlizadə, Rüyə Bənənyarlı, ATV Xəbər.